Salam hörmətli tamaşaçılar, efirdə xəbərlər informasiya proqramıdır. Sizinlə mən Turac İbrahimovayam. Kənarı bərpa işləri həyatlarında Alget çayı üzərində bərpa işləri aktiv şəkildə aparılmaqdadır. Çay kənarı bərpa işləri həyata keçirilməkdədir hal-hazırda və avtomobil yolunun, körpüsünün giriş və çıxış hissələri asfaltlaşdırılır. Sözü gedən layihə mərkəzi büdcə tərəfindən maliyyələşdirilir. Marneuli şəhəri Lağıcı küçəsində yerləşən Alget çayı sahillərində sahil bərkitmə işləri aparılır. Daha dəqiq desək, çayın yanından keçən yolu bərkidən bəndlər yerləşdirilir. Dəmir beton divarlar salınır. Təxminən yol səthindən 80 sm-dən metr yarıma dək hündürlükdə divarlar olacaq. Yeni 2 qatlı asfalt beton yolda çəkiləcək. Şəhərdə yaranan tıxaclara görə bu körpü bizim üçün çox əhəmiyyətlidir. İki qardaş ölkənin rəngləri bu ad altında Azərbaycan və Gürcüstanın müstəqillik gününə həsr olunmuş rəsm sərgisi təşkil olundu. Tədbirdə Təzəkənd İctimai Məktəbinin şagirdlərinin əl işləri nümayiş olundu. Şagirdlər rənglərin ahəngi ilə iki ölkənin rəmzi atributlarını rəsmlərində birləşdirmişdilər. Tədbirdə həmçinin qardaş ölkələrin milli yeməkləri, rəqsləri göstərilərək bu ölkələrin dövlətçiliyinə aid viktorina keçirildi. Sonda məktəb rəhbərliyi tərəfindən ən yaxşı 3 rəssamın rəsmin müəllifi sertifikatla təltif olundu. Sərginin təşkilatçısı rəssam və pedaqoq Xəyalə Mustafayeva idi. Qeyd edək ki, mayın 26-sında və mayın 26-sında Gürcüstanın 28-də isə Azərbaycanın müstəqilliyinin 107-ci ili qeyd olunacaq. Əlbəttə ki, bu fəaliyyət uşaqların, şagirdlərin yaddaşından heç vaxt silinməyəcək. Çünki artıq özlərini yaşadıkları dövlətə məxsus və onların dövlətə aid bütün atributların onların öz əlləri ilə ərsəyə gətirilməsində həqiqətən də böyük bir addımdır şagirdlər üçün. Mən ümid edirəm ki, şagirdlərimiz doğru istiqamətdə inkişaf edəcəklər. Dövlət atributlarını, iki ölkənin qardaşlıq rəmzləri, rəngləri, buna aid bütün hər bir şeydə öz aktiv sözlərini hər zaman deyəcəklər. Rəsmdə bütövnarın içərisində Gürcüstan və Azərbaycanın xəritələrini təsvir etmişəm və onların rəmzi olaraq da, simvol olaraq da nar və üzümdən istifadə etmişəm və ikisi də bolluğun və bərəkətin rəmzidir. İlk olaraq məndə çox böyük maraq yox idi. Əslində mən belə istedadlı olduğumu heç bilmirdim və mənim üçün birinciliyi qazanmaq çox böyük motivasiya oldu. Çox təşəkkür edirəm məktəb rəhbərliklərinə. Bugün biz burada iki ölkənin müstəqillik gününü qeyd etmək üçün toplaşmışıq. Azərbaycan və Gürcüstan həm tarix, həm mədəniyyət olaraq bir-birinə sıx bağlı ölkələrdir. Bizim buradakı sərgimiz tək incəsənət baxımından deyil, həm də iki dostluq, ölkə arasındakı dostluğu, mehribançılığı, qarşılıqlı hörməti təzahürüdür. Mühacirətdən qayıdan rəssamın hekayəsi və peşəsinə görə aldığı mükafata görə artan məsuliyyəti İrma Qogoberişvilinin hekayəsini izləyək. Kənd sükutunun tez-tez sözdən daha çox danışdığı Tetriçqaroda sənətə sevgisi uşaqlıqdan yaranan bir qadın yaşayır. O, mühacirətdə olduğu üçün ən çox yaradıcılıq həyatı üçün darıxıb. Fikirlərində yaradıcılığı heç vaxt buraxmırdı. Xəyallarında Didqori dərəsini, Şemşildi qalasını yad diyarda belə çəkərdi. Mühacirətdən qayıtdıqdan sonra tezliklə öz sevimli peşəsinə qayıda bildi. Bu mənim ruhumun bir hissəsidir. Uşaq yaşlarımdan bu sahədə çalışmağı arzulayırdım. Yaxşı incəsənət nümayəndəsi olmaq istəyirdim. Uzun illər arzularımdan uzaqlaşmışdım. Çox heyfslənirdim. Sonra xaricdən qayıtdım və bəxtim gətirdi. Yenidən mədəniyyət mərkəzində çalışmağa başladım. Demək olar yenidən doğuldum. Bunlar mənim əlyazmalar mərkəzində sərgiyə qoyulan əl işlərimdir. Rəsmdən çox əlyazmaları sevirəm və bu istiqamətdə davam edirəm. თავიდან დავიბადე რომ იტყვიან ჩემს სფეროს და
ჩემს სპეციალობას რომ დაუბრუნდი. ეს არის ჩემი ნამუშევრები, რომლებიც გამოფენილი იყო ხელნაწერთა ცენტრში. და ძალიან რაღაც მომეწონა უფრო ხატვაზე მეტად ეს კალიგრაფია და დღემდე აქტიურად გავაქცევ. Özünün dediyi kimi son illərdə xəttatlığa xüsusi marağı yaranıb. Onun arzusu o qədər böyük idi ki, peşəkar kurslar almağa və xəttatlıq texnikasına yiyələnməyə qərar verdi. İrma Qoqoberişvili bu il Gürcüstan xəttatlığı müsabiqəsinin qalibi olub. Əsərləri Milli Əlyazmalar Mərkəzində sərgilənib. Bu hekayə göstərir ki, sənət yaşından və şəraitdən asılı olmayaraq insanı yeni imkanlara sövq edə bilər. Samqereti kənd İctimai Məktəbinin qızları Şərqi Gürcüstan oyunları çərçivəsində 2025-ci il Məktəb İdman Olimpiyadasında mini futbol üzrə uğur yaşayıblar. Belə ki, Tetricqaro komandası Xaşurinin qızlardan ibarət komandası ilə qarşılaşaraq onları 8-0 hesabı ilə geridə qoyublar. Finalda isə Axalqorinin qızlardan ibarət komandasını 3-2 hesabı ilə məğlub edərək Gürcüstan çempionu adına vəsiqə qazanıblar. Bu əlimizdə olan son məlumat idi. Gələn görüşlərə dək sağlıqla qalın.